Eşk olsun Rəsulzadə ayağımıza aldanlara. Salam olsun yenilmez cumhuriyyətçilərə, əbədi respublikaçılara, Rəsulzadənin izi ilə gələnlərə, yolu ilə gedənlərə, var olun əziz arkadaşlarım. Düz 142 il bundan qabaq dünyaya göz açmış Məhəmməd Əmin Rəsulzadə bəşəriyyətin ən mütərəqqi ideyalarını bizə 100 il öncədən yazmış, qoymuş, nümunəsi ilə göstərmiş bir şəxsiyyətdir. Rəsulzadənin həyatını oxumaq, yaradıcılığını oxumaq bəs edir ki, müasir dünyanı gözünlə görəsən və Rəsulzadənin dünyanı 100 il necə qabaqladığını görəsən. Belə bir şəxsiyyətin ölkəsində bugün 400'e yakın siyasi məhbus var. Belə bir şəxsiyyətin ölkəsində bugün insan haqları ayaq altındadır. Belə bir şəxsiyyətin ölkəsində, regionunda bugün insan haqları ən qıt, ən tapılmaz bir dərmana çevrilir. Və insanlarımız azadlığın təşnəsi, insanlarımız demokratiyanın xəstəsinə çevrilir. Belə bir regionda bugün müharibələr, qovğalar, qaçılmaz ixtişaşlar və biz Rəsulzadənin İran üçün, Azərbaycan üçün nələr yazdığını, nələr düşündüyünü oxuyub, bilib, o böyük şəxsiyyətin böyüklüyü qarşısında, əzəməti qarşısında bir daha baş əyirik. Nə yaxşı ki, sən bizim öndərimiz olmuşsan deyirik. Eşq olsun Rəsulzadəyə bir daha. Şüphesiz ki Azerbaycan insanına hürriyet güneşi doğacak, mütlak doğacak. Ve o hürriyet güneşinin doğmasında Rəsulzadənin yolu ilə gələnlər, izi ilə gələnlər, yolu ilə gedənlər iştirak edəcək. Bizler iştirak edəcək ve mütlak Azerbaycan için demokratiya güneşi doğacak. O güneşin doğmasında biz iştirak edəcəyik. O güneşe doğru biz gedəcəyik. Ve Rəsulzadə güneşi bulutların bağlaya bilmeyeceği bir güneştir. Rəsulzadə güneşi qara xülyalıların örtə bilmeyeceği bir güneştir. Ona göre de bizim yolumuz aydın, fikrimiz, ideyamız aydın insanları ve biz hiç vaxt diktaturalara, avtoritarizmlere, insan haklarını boğanlara, insanlığı boğanlara tabi ve teslim olmayacaq. Aziz dostlar, ilin günün bu vaxtı bu meydana gəlməklə, Rəsulzadəni yad eləməklə sizin hamınız bir göstərdiniz ki, Rəsulzadə ideyaları Azərbaycan insanı üçün nə qədər önəmlidir. Respublikaçılıq nə qədər Azərbaycan insanının qanına, canına hopub və bunu Azərbaycan insanının qanından, canından heç kim çıxarda bilməyəcək. Və zindanlardakı o 400'e qədər siyasi məhbuslara buradan salam göndərərək Rəsulzadənin doğum günündə Azərbaycan tarixini həm yazan, həm yaradan ve bugün de bu tarixin qovğalı günlərini yaşayan Milli Şuranın sədri Profesör Cəmil Həsənliyə sözü verirəm. Değerli dostlar, bu ziyaret günündə, Böyük Rəsulzadənin doğum günündə hamınızı salamlayıram. Gerçekten Rəsulzadə halkımızın, milletimizin ideya müəllifi olan, müstəqilliyimizin ideya müəllifi olan hürriyyətpərvər bir şəxsiyyət olubdur. Və Sovet hökuməti 70 il ona qarşı mübarizə apardı. Rəsulzadənin siyasi ömrü, mənəvi dirliyi ona qarşı mübarizə aparanlardan daha uzun oldu. 91-ci ildə Sovet imperiyası çökəndə millət yenə də Rəsulzadənin uzatdığı üç rəngli bayrağın altına sığındı. Niyə? Çünki milli həqiqətlər yolun Rəsulzadə müəyyən etmişdir, əsaslandırmışdır.
nəzəri cəhətdən ideya istiqamətinə çevrilmişdir. Rəsulzadə siyasətə mətbuatdan gəlmişdir. Mətbuat onun yalnız qələmini deyil, fikir və düşüncələrini də cilalanmışdır. Rəsulzadə inqilablar içərisindən keçmişdir. 1905-7-ci illərin Rus inqilabı, 8-9-cu illərin İranda məşrutə inqilabı, elə həmin o dövrdə Türkiyədə gənc Türklər inqilabı Rəsulzadənin dünya görüşünün formalaşmasında böyük rol oynamışdır. Rəsulzadə Azərbaycana milli diriliş konsepsiyasını getirmiştir. Bilirsiniz ki, Diriliş jurnalında onun silsile olarak 7 ardıcıl milli diriliş məqaləsi çıxmışdı və diriliklərin ən qiymətlisi milli diriliçdir deyə yazmışdı Rəsulzadə. Rəsulzadə Cumhuriyyətə gedən yolun ideya istiqamətini göstərmişdir. 1915-ci ilin oktyabr ayının 2-sində Açıq Söz qəzetinin 1-ci nömrəsində atılan topların səsi millətləri ayılmışdır. Başlanmış hərfdə dünyanın siyasi xəritəsi yenidən çiziləcəkdir və ayıq olan millətlər bu dəyişikliklərdə öz yerini tapmalıdır. Doğrudan da belə oldu. Müharibə orada iştirak eden imperiyalardan en büyüğünü çökürttü. Rus imperiyası çöktü ve onun xarabalıkları üzerinde çoklu yeni milli devletler yarandı. Onlardan biri de Azerbaycan Cumhuriyeti'ydi. Ve hele bu Cumhuriyet arifesinde Rusya Müslümanları ve Türkleri arasında bir ideya mübahisesi getirdi. Mədəni muxtariyyət mi, yaxud da ki, milli muxtariyyət mi? Və bir çoxları mədəni muxtariyyəti yetərli hesab edirdilər. Amma Rəsulzadə Rusya müsəlmanlarının birinci qurultayında ideya cəhətdən əsaslandırdı ki, xalqlar ayaqlarının altında olan torpağın onlara məxsus olduğunu bilməlidirlər. Yani milli muxtariyyət ideyasının bütün Rusya imperiyasında baş mimarı, müəyyən edicisi bilavasitə Rəsulzadə idi. Hətta 1922-ci ildə SSR-i yarananda Bolşevik rəhbərlər belə etiraf edirdilər ki, milli dövlət ideyası Cənubi Qafqazda xalqların həyatına o kadar derinden daxil olmuştu ki, ondan geri çekilmek mümkün değildi. Rəsulzadə ve onun dava, mübarizə silahdaşları Azərbaycan Xalq Cumhuriyyətini qurdular. Cumhuriyyətin dəyəri nədəydi? Millətin haqlarına əsaslanırdı. Cumhuriyyət yalnız Azərbaycan hadisəsiydi. Sizə maraqlı bir misal deyim. Həmin devirdə Azərbaycana Qafqaza gönderilen Britanya misyasının rəhbəri son qarabardığı gizli telegramlarda yazırdılar ki, burada milletin hakkına dayanan elə bir cumhuriyet yaranıb ki, dünya müharibəsindən sonra Avrupa'da yaranan yeni devletler için bir model olabilir. Değerli dostlar, biz bu ziyareti bugünleri bir farklı düzende qeyd edirik. Bilirsiniz ki, bu abidə qoyulandan bəri bunun müəllifi Cavanşir bəy çox sağ olsun ki, belə gözəl bir abidəni qoyub. Biz fərqli deməli düzəndə həmişə bura səyahətə gəlmişik, ziyarətə gəlmişik. Onların içərisində bu günləri bu ziyarətdə iştirak edəməli olan, ona rəhbərlik etməli olan Xalq Cəbhəsinin Səlbi Əlibəy Kərimli yoxdur, Milli Şuranın Koordinasiya Mərkəzi Təkin Hacbəyli yoxdur, Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan Məmməd İbrahim yoxdur, Əlibəyə könüllü mühafizə təminatında iştirak edən, elə dünən məhkəməsində iştirak edədiyimiz Kənan Zeynalov, Baskal yoxdur, Novruz Xağıyev yoxdur. Onlarla bu günləri həbsdə olan
cəbhəçilər, demokratlar yoxdur. Həmişə bizim ziyarətlərimizi burada işıqlandıran Abzas Medianın jurnalistləri yoxdur. Toplum TV'nin jurnalistləri yoxdur. Meydan TV'nin jurnalistləri yoxdur. Turan Agentliyinin, vaxtilə ölkənin ən qabaqcıl agentliyi olan Turan Agentliyinin jurnalistləri yoxdur. Ölkəmizdə azad sözə qarşı, azad mətbuata qarşı kütləvi bir repressiya gedir və bu repressiyalar dalğası baxmayaraq ki, bu repressiyaların ilk günündən Cəbhə və Milli Şura onun hədəfindədir və ən azı mənim bildiyim qədər 10 il İlli Kərimlini həbs etmək istəyirdilər. Nəhayət ötən ilin noyabrında buna nail oldular. Tamamilə mənasız bir ittihamla Gültəkin xanımı saxladılar. Çox qəribədir ki, bunun adını qoyurlar Ramiz Mehdiyevişi, amma Ramiz Mehdiyevə qarşı mübarizə aparanları tuturlar. Yəni o adamları tuturlar ki, bütün siyasi fəaliyyətləri devrində bunlar elə işi gücü Ramiz Mehdiyevə qarşı mübarizə aparmaq olurdu. O Ramiz Mehdiyevin yanında olan, ətrafında fırlanan, ona qarşı yalnız yazılı mətbuatda deyil, video çıxışlarla belə öz xidmətini təklif edənlər qalıb bir kənarda. İndi güya Xalq Cəbhəsi, onun rəhbəri Əli Kərimli, yaxud Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin xanım Hacıbəyli, Ramiz Mehdiyevlə əlbir olaraq Rusiyanın, necə deyərlər, arxasında durduğu bir dövlət çevrilişi planının iştirakçısı olublar. Bu necə plandır ki, Əli Kərimli də, Xalq Cəbhəsi də, Milli Şura da, hətta bunların yaranma proqram və nizamnamələrində, bəyanatlarında Rusiyaya qarşı Rusiya asıllığından azad olmaq, Avropaya inteqrasiya olmaq proqram sənədlərində belə əksini tapıldı və gəlirlər indi deməli Rusiyanın himayəsi altında bir dövlət çevrilişinə cəhd edirlər. Ümumiyyətlə bu dövlət çevrilişi ideyası avtoritarların, diktatorların xəstəliyidir. Mən bilirsiniz, ixtisas etibarilə tarixçiyəm. Mənə müəyyənləşdirildi ki, Mircəfər Bağırovun 20 illik hakimiyyəti devrində 16 dəfə dövlət çevrilişi planı, proqramı, nə bilim belə süni bir oyun düzəldilibdi və 56-cı ildə məhkəmə prosesində məlum oldu ki, bunların hamısı yalan, saxta, şişirdilmiş bir çatdır. Ona görə də ümid eləyirik ki, Əli Kərimli bəy, Gültəkin xanım, Məmməd İbrahim, Azərbaycan Xalq Cəbhəsindən həbs olunan, azad söz üstündə həbs olunan, mətbuat nümayəndələri, demokratiya uğrunda mübarizə aparanlar mütləq azad olacaqdır. Rəsulzadənin sözü ilə desək, bir gün həqiqət parlayacaqdır. O həqiqət elə də uzaqda deyil. Azərbaycan Xalq Cəbhəsi hara? Rusiya hara? Əli Kərimli hara? Ramiz Mehidiyev hara? Əlbəttə bütün ölkə bilir, bu şəri düzüb qoşanlar da bilir ki, bu məsələlərin bizə uzaqdan, yaxından heç bir aidiyyatı yoxdur. Nə qədər aidiyyatı varsa o da özlərinədir. Bizə azadlığın aidiyyatı var, bizə demokratiyanın aidiyyatı var, bizə istiqlalın aidiyyatı var, rifahın aidiyyatı var. Bu işlərlə məşğuluq. Və mən sözü Azərbaycanın tanınmış şairəsi, Xalq Cəbhəsi sədrinin müavini Sadət Cahangirə verirəm. Bugün elə bir şəxsiyyətin doğum günüdür ki, o öz həyatını sözün həqiqi mənasında öz xalqının və millətinin azadlığı uğrunda fəda edib. Və mən düşündüm ki, bugün onun ruhunu şad edən yalnız azadlıq haqqında bir şeir olar. Azadlıq şeirini oxumağa qərar verdim. Bir dəniz sızlığı,
bir sevdada yolçuluq. Bir al yelkən savaşı dalğalar boğan suda, alnını öpmək üçün də canlar fəda oldu. Nə gözlər yolda qaldı, nə həyatlar yarıda. Sən qanat çılgınlığı ruhuma yaranışdan, vulkanlar da oyatdı hər gün bizi uğruna. Ürəyim sənə doğru çırpınan simur kuşu, ey sevgili azadlıq, ölünməz yoluna. Sən bayraq şairlərin ölməz misralarında min illər əzbər qalan kitabların baş sözü. Sən bir dava uğruna milyonları qaldıran böyük yürüşlərdə him, savaşlarda marş sözü. Sən qarlı gecələrdə ayıq bir süvarinin od yağan nəfəsindən çölün əriyən buzu, sən gözü mavisi bulut göyərçinlərə, al şəhid qanlarından bayraq olan qırmızı. Sən dustaq gözlərində günəş qaranlıqlara, çağırış şüarları divar yazılarında, sən bu hov yataqları, qıran bahar rüzgarı, ram olunmaz fırtına okyan sularında, sən qanat çılgınlığı ruhuma yaranışdan, vulkanlar mı oyatdı hər gün bizi uğruna, ürəyim sənə doğru çırpınan simur kuşu, ey sevgili azadlıq, ölünməz uğruna. Əziz cəbhədaşlar, əziz azadlıq sevərlər, Rəsulzadə sevərlər, uzaqdan gələnlər, yaxından qoşulanlar, var olun, ayaqlarınız ağrımasın. Bugün böyük öndərin ruhu şaddır. Bugün böyük öndər bizim mübarizəmizi görür, izləyir və bilir ki, mütləq həqiqət günəşi parlayacaq və Azərbaycan azad olacaq, Azərbaycan insanı hür olacaq, Azərbaycan insanı demokratiyaya qovuşacaq. Var olun, sağ olun Rəsulzadənin ziyarətə görə minnətdaram, çox sağ olun və tədbirimiz yekunlaşır.